Uşaqlar bu 1 kiloqram vurub 1 metr böl 1 sayı niyə kvadratıdır? 1, amma bilirsiniz ki, bir önəm daşımır da. Sonra 52-yə baxırıq. Maddə nöqtələri qiyməti 8 Newton və 6 Newtonla 2 qüvvə tətbiq olunmuşdur. Bu qüvvələrin əvəzləyicisinin ən kiçik qiymətini hesablayın. Uşaqlar, ən kiçik qiymətdə isə ən böyük qiymətdə deyəndə biz bunları eyni istiqamətdə yönəldəcəyik. Ən kiçik qiymət dediyinə görə bu qüvvələr üçün bir dənə tətbiq nöqtəsi qeyd edirəm və onların hər ikisini əks istiqamətdə yönəldirəm. Niyə əks istiqamətdə yönəldirəm? Çünki axı qüvvələr əksi olmalıdır ki, onların fərqini tapaq ki, bizə ən kiçik qiymət versin. F əvəzləyicini tapanda hansından böyükdür? F1 F2-dən böyükdür. Ona görə böyükdən kiçiyi çıxıram. 8 çıxılsın 6, o da bərabərdir 2 Newton. Yekun əvəzləyici bərabər olacaq 2 Newtona. Ən böyük qiymət desəydi, mən bu qüvvələri bir-biri ilə eyni istiqamətdə yönəldərdim. Buna deyəcəydim F1 bərabər 8 Newton, F2 bərabər 6 Newton. Yekun əvəzləyici nəyə bərabər olacaq? 8 ilə 6-nın cəmi 14 Newton. Əgər söhbət ən böyük qiymətdən getsəydi, 14 ola bilərdi. Bir də uşaqlar, bu sual məsələn, belə də həll ola bilər. Bax, görürsünüz, cavablarda 10 da verilib. Bunları deyə bilmərəm. Bunlar şərt olaraq verilib ki, variantlar boş qalmaz. 5 variant olmalıdır. Onu niyə verib variantın içərisində? Bax, bu biraz diqqəti çəkir. Niyə görə diqqət çəkir? Bax, onu izah edirəm sizə. Ola bilər ki, məcbur deyir ki, bu qüvvə düzdür. Ən kiçik qiymətdə isə həmişə əks yönəltməlisiniz. Bunu yadınıza saxlayın. Ən böyük qiymətdə isə də eyni istiqamətdə. Axı, bu qüvvələr ixtiyari bucaq altına yönələ bilər. İndi verilmibdir oradan. Yəni, burada hər hansı bir mötərizə əsasında bir kosinüsün neçə dərəcə olduğu verilsəydi, qüvvələri belə ixtiyari bucaq altına yönəldə bilərdik. Bu da verilməyibsə, mən perpendikulyarı xalına da bir dənə nəzər yetirim. Tutaq ki, deyirəm ki, bu F1 bərabərdir 8 Newton, F2 bərabərdir 6 Newton. Bunlar bir-birinə perpendikulyar yönəlirsə, yekun əvəzləyicini tapmaq üçün F1-in kvadratı plus F2-nin kvadratıdır, düzdür? Kök altında 6-nın kvadratı plus 8-in kvadratı. Bu eləyir kökdə 100, ondan nə çıxır? 10. Görürsünüz, əvəzləyicinin 10-a bərabər olduğu hal da var bu iki qüvvə üçün. Yəni, diqqətli olmaq lazımdır. Sonra baxıram 53-cü sual, artıq gəlib çatdım nəyə? Açıq suallara. 53-dən 57-yə qədər. 53-ə baxaram. M bərabər 8 kiloqram kütləli cismin veriləni yazıram. M bərabər 8 kiloqram. Üfüqi səth üzrə. Üfüqi səth uşaqlar birisi də bu deməkdir. Üfüqi səth üzrə hər hansı bir kütləli cisimdir. Ona təsir edən sürtmə qüvvəsinin qiymətini hesablayın. M-nin qiyməti də 0,4-dür. J-nin qiyməti də 10-dur. F sürtünməni tapmalıyam. Mən yarıya qədər həll eləmişəm. Niyə? Çünki verilənlərin hamısını yazdım. Sürtmə qüvvəsinin düsturu nədir? F sürtünmə bərabərdir. M vurulsun N-ə. N-i də burada nə ilə əvəz edirəm? MJ ilə. Deməli, düstur hansı formaya düşür? MJ formasına düşür. Düzdür? Gətirib burada yerinə qoyub hesablayıram. F sürtünmə bərabərdir. M-nin qiyməti 0,4-dür. J-nin qiyməti 10-dur. M də 8-dir. Cavab olar 32 Newton. Cavabımız olacaqdır 32 Newton. Deməli, sürtünmə qüvvəsinin qiyməti 32 Newtona bərabərdir. Sürtünmə qüvvəsi də bir cismin digər cismin səthi üzərində hərəkəti zamanı yaranır və hər zaman hərəkət istiqamətinin əksinə yönələn qüvvədir. Deyir 54-də doğru variantı seçin. Çevrə üzrə bərabər sürətli hərəkət edən maddi nöqtənin zaman keçdikcə çevrə üzrə hərəkət üçün mən 4 dənə şərt yazırdım. Vektorsuz V bərabər konstant. Vektorsuz A bərabər konstant. Bir də uşaqlar, mən deyirdim ki, hökmən vektor qoymaq istəyirsinizsə, onu modulda yazmalısınız. Modulda vektor V bərabər konstant və modulda A bərabər konstant. Bax, bu 4 dənə şərtin 4-ü də çevrə üzrə hərəkətə aiddir. Çünki çevrə üzrə hərəkətdə sürətin istiqaməti dəyişsə də qiyməti sabit qalmalıdır. Adı üstündə çevrə üzrə bərabər sürətli hərəkət. Amma belə yazsaz, vektor V bərabər konstant və yaxud da ki, vektor A bərabər konstant. Uşaqlar, bu düz xətliyə aiddir. Bu iki şərtin çevrə ilə heç bir aidiyyəti ola bilməz. Doğru fikir. Sürətin istiqaməti dəyişir. Doğrudur. Sürətin istiqaməti dəyişmir. Yanlışdır. Təcrin istiqaməti dəyişir. Doğrudur. Təcrin istiqaməti dəyişmir. Yanlış. Doğru cavabımız olacaq 1 və 3. Sonra baxıram uşaqlar 55-ci suala. Qəbul imtahanında bu tip suallar çox az düşür. Amma bu tip sualların, yəni sınaqlara salınmağı, ümumiyyətlə, yəni dərslikdə olmağı, demin test opusunda olmalıdır ki, öyrədici xarakteri daşıyır. Cisimlərin bir-birinə təsirini xarakterizə edən fiziki kəmiyyət
adlanır qüvvə. Bir də bu tip suallarda məsələn ardıcıllıq belə də ola bilər. 4, 6, 5, 1, bir də 4. Yəni bir cavabdan 2 dəfə istifadə oluna bilər. Ona görə yəni diqqətli olmaq lazımdır və düşünməyin ki, sizin cavabınız bir dənə 4 məsələn ki, burada 2 yerə uyğun gəlsə səhvdir. Yəni onu nəzəri cəhətdən yanaşmayın. O, yəni deməli qüvvə necə kəmiyyətdir? Vektorial kəmiyyətdir. Qüvvə vektor tətbiq nöqtəsi, ədədi qiyməti və istiqaməti ilə xarakterizə olunur. Mən sizə həmişə demişəm ki, qüvvəni tam dəqiq şəkildə təyin etmək üçün nələr olmalıdır? Ədədi qiymət, istiqamət və tətbiq nöqtəsi. Burada da elə onu soruşur. Yəni bir də yadımıza salmış olduq ki, qüvvəni tam dəqiq şəkildə təyin etmək üçün BC-də qüvvə vahidi nədir? Newtondur. Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən bir qüvvə, yəni ümumi təsir edən qüvvələrin cəmi nədir? Əvəzləyici qüvvə adlanır. Bir də bu haqda deməli 8-ci sinif dərsində var yeni anlayış, tarazlaşmış qüvvə. Bir də var tarazlaşmamış qüvvə. Bunu da izah edəcəm. Tarazlaşmamış qüvvə. Bu da yeni anlayışdır, daxil olub dərsliyə. Qüvvə hansı cihazda ölçü? Termometrlə. Uşaqlar, termometrin adını çəkmişkən, termometrin iş prinsipi Hooke qanununa əsaslanır. Bunu da yadımıza salmış olduq. Bu da oldu ardıcıllıq. Deməli, necə olacaq? Bir də qeyd edirəm ki, baxıb dayandırıb bir də baxasınız. 4, 5, 1, 3, 6, 2. Ardıcıllıq bu cür şəkildədir. Sonra baxıram 56-cı suala. Başlanğıc sürəti 10 metr bölü saniyə olan cisim V0 bərabərdir 10 metr bölünsün saniyə olan cisim 2 metr bölü saniyə kvadrat təcirlə hərəkət edir. A bərabərdir 2 metr bölü saniyə kvadrat təcirlə. Özü də deyir ki, düz xəttli bərabər yerləşən hərəkət edir. Uşaqlar, bərabər yerləşən hərəkət nə deməkdir? Cismin sürətinin qiyməti get-gedə artmalıdır bu hərəkət növündə. Başlanğıc sürəti sıfıra bərabər ola bilər bu cismin, yəni bərabər yerləşən hərəkət edən cisimdən söhbət gedirsə, uşaqlar, başlanğıc sürəti sıfıra bərabər ola bilər. Yəni sükut vəziyyətindən hərəkətə başlaya bilər. Biz onu da yadımıza salaq ki, yavaşlayan hərəkət üçün sükut halı deyə bir anlayış yox idi, düzdür? Bu cismin ilk 4 saniyə ərzində neçə metr yol gedər? Uşaqlar, düsturlar belə idi ki, bax 4 dənə biz əsas biz düstur öyrənmişdik. S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. S bərabərdir mənfi V0T çıxılsın AT kvadratı bölünsün 2. S bərabərdir V0 plus V bölü 2 vur T. S bərabərdir V kvadratı çıxılsın, V0-ın kvadratı bölünsün 2A. İndi mən nə bilim ki, bu 4-ündən mən hansını istifadə edəcəm? Nə edirəm? Baxıram ki, əlimdə V0 var, A var, T var. Mən tapmalıyam S bərabər sual. Hansı düsturu götürə bilərəm səncə? Məsələn, 4-dən başlayayım. 4-cü düsturda son sürətdə olmalıdır, istifadə edə bilmərəm. 3-də də son sürət olmalıdır, istifadə edə bilmərəm. İkincidə A-nı da mənfi verir, V0 da mənfi verir. Bax, V0 müsbətdir. Deməli, birinci düsturdan istifadə edəcəm. Bir də yazıram burada S bərabərdir V0T plus AT kvadratı bölünsün 2. Gətirəm yerinə qoyuram. S bərabərdir V0 10-dur. T-nin qiyməti 4-dür. Plus A-nın qiyməti nə qədərdir? 2. T-nin qiyməti 4-dür. Kvadrat edir 16 bölü 2. Burada qalır 40 plus 16. Bu da eləyəcək nəyi? 56 metr. Deməli, cismin 4 saniyə ərzində neçə metr yol getdiyi məlum oldu. 56 metr. 57-yə baxırıq uşaqlar. Şaquli aşağı istiqamətdə hərəkət edən, şaquli aşağı, deməli, burada söhbət aşağı istiqamətlənmiş bir hərəkətdən gedir də, düzdür? Şaquli aşağı istiqamətdə hərəkət edən liftin sürətini zamanla asılı qrafik verilmişdir. Birinci baxıram ki, uşaqlar, O hissəsində cisim bərabər yeyinləşən hərəkət edir. Çünki sürət zamanla düz asılıdır. Yeyinləşəndə əgər cisim aşağı doğru gelirsə V sürəti ilə, deməli təcillə bundan aşağı doğru istiqamətlənməlidir. Aha. AB hissəsində cisim düz xətli, bərabər sürətlə hərəkət edir. Sual verə bilərsiniz ki, bir dənə bunu silin, bu sizə mane olmasın. Konkret bilirəm ki, o artıq burada var da şaquli aşağı. AB hissəsini niyə bildim cisim? Düz xətli bərabər sürətlə hərəkət edir, necə bildim? Çünki AB hissəsində qrafik sabitdir. Sabitsə bərabər sürətli hərəkətdir, düzdür? 3-ə baxıram. BC hissəsində qrafik aşağı doğru istiqamətlənib və
Aşağı doğru istiqamətlərdən əlavə uşaqlar, Vx-in t-dən asılılığında mən sizə öyrətmişdim ki, qrafik zaman oxudan uzaqlaşırsa, yeniləşəndir, yaxınlaşırsa yavaşlayandır. Deməli, BC hissəsində cisim bərabər yavaşlayan hərəkət edib. Yavaşlayanda da əgər sürət aşağıdsa, zaten burada aşağı istiqamətdən söhbət gedir. A-nın istiqaməti yuxarı olmalıdır. Çünki bərabər yavaşlayan hərəkətdə sürət və təcrid vektorları əks istiqamətdə yönəlməlidir. İndi gəlin variantları uyğunlaşdıraq. Hərəkət növü müəyyən etdik, bəli, etdik. İndi variantları. Deyir, bu liftdə olan cismin çəkisi. Onun sükunətdəki çəkisindən kiçikdir. Niyə görə? Çünki uşaqlar, sükunətdəki çəki mən bari başdan qeyd edeyim. P0 bərabərdir mg-dir. Şaquli istiqamətdə aşağı olduğuna görə burada P bərabərdir m vurulsun j minus a olacaq. Yəni, buradakı çəki sükunətdəki çəkidən kiçikdir. Biri aiddir A variantı. 2-yə hansı aiddir? 2-də deyir ki, 2-də axı düz xətti bərabər sürətlidir. Onun sükunətdəki çəkisinə bərabərdir. A getdi. 2-yə doğru cavabımız olacaq C variantı. Çünki deməli 2-də düz xətti bərabər sürətdir axı təcil yoxdur. Təcil yoxdursa elə P bərabər mg-dir də, düzdür? Üçüncüyə baxırıq. Üçüncüdə deməli, nədir burada? BC hissəsində yavaşlayan hərəkətdir axı. Yavaşlayan hərəkəti və təcil vektoru yuxarı yönəlir. Yəni biz, çünki cisim aşağı doğru hərəkət edir. Yavaşlayanda axı sürət aşağısa təcil yuxarı olmalıdır. M vurulsun J plus A-ya bərabər olur. Deməli, burada nə nəticəyə gəlirəm? Biri var P0 bərabər mg, biri var P bərabər M vurulsun J plus A. Buradakı çəki onun sükunətdəki çəkisindən böyükdür. Burada da aiddir B variantı. A, B isə deməli D ilə Y-ində heç birinə uyğun gəlməyəcək. Bu qədər.